Başlayaq biz. Mən sizə bugün istəyirəm sekvens diaqramları biraz daha dərindən izaha gedək. Deməli, sekvens diaqramlar dediyi addım-addım mesajlaşma, sistemlər və komponentlər arasında interaction yəni qarşılıqlı əlaqə. Kim kimə nə vaxt nə göndərir deyir. Baxın, sekvens diaqramlar bu şəkildə oldu. Var obyektlər arasında əlaqə. Bunları indi siz başa düşməyəcəksiniz, get və create-i. Bunu biz API-ları keçəndə daha dərindən başa düşəcəyik. Amma təsəvvürünüz yaranmalıdır. Deməli, customer-dır, yəni müştəridir. Burada izah edir ki, müştəri create API-ni göndərir. Məsələn, shopping cart UI-da görsənir. Bu obyektlərdir. Daha sonra get total, yəni bütün ümumi məbləği görür, tutalım order çeki, get price itemları görür, item price'lar ona qayıdır, calculate eləyir ona qayıdır və total price müştəriyə qayıdır. Gördünüz, bu istiqamətdə gedir. Sekvens diaqramların elementlərin zaman ərzində necə qarşılıqlı əlaqədə olduğunu göstərir. Dediyimiz bayaq interaction. Bu diaqramlar iki əsas istiqamət üzərində qurulur. Üfüqi istiqamət, yəni bayaq göstərdiyim bu. Bunlar. Bir də şaquli istiqamət oxlar. Üfüqi qarşılıqlı əlaqədə iştirak edən elementləri, yəni əsasən API-ları göstərir. Yəni lap database-də olsa, orada database-ə müraciət də olsa onu göstərir. Adətən obyektlər soldan sağa doğru mesajlara qoşulma ardıcıllığına görə düzəlir. Amma bu düzülüş sərbəstdir. İstənilən formada yerləşdirilə bilər. Time dimension, şaquli istiqamət, şaquli ox zamanı göstərir. Zaman yuxarıdan aşağı doğru irəliləyir. Yuxarıdan aşağı, yəni bu istiqamətdə. Baxın, sekvens diaqramımızdan biri. Göstəririk ki, bu obyektlər bizim lifeline-larımızdır. Yəni, cari vəziyyətdə harada olduqları, UI-da hansı səhifə olduqlarını göstərir. Mesajımız budur, yəni nə ilə müraciət eləyirik. Ondan sonra bu hissə loopdur. Daha sonra bu hissə, yəni cavabın qayıtdığı hissə alternativ kombinə olunmuş hissələrdir. Yəni normalda burada olmalıdır da, düzdür? Bunlar alternativlərdir, qeyd kimi qoyulur. Burada isə göstərir ki, stopu harda eləyirik, bu onu göstərir. Activation da belə göstərir. Yəni görürsüz, bunlar activationlarımızdır, bu hissələr. Gəlin sequence diagram notationlara baxaq, yəni bunların üzvlərinə, yəni parçalarına baxaq. Aktyor var. Aktyor sistemdə qarşılıqlı əlaqədə olan roldur. Sistemdən kənardan təsir edir. İnsan başqa sistem və ya cihaz ola bilər. Yəni orada server də ola bilərdi. Yəni bunun yerinə bu adam işarəsinin yerinə server də başlada bilərdi. Yəni hansı bir job ola bilərdi ki, yaza bilərdi ki, hər gün saat 5-də falan prosesi start elə məsəl üçün. Dəstəyəm, danışamıram. Dəstəyəm. Yaz. Saat yarımazada. Deməli, harada qalmışdıq? Aktyor konkret şəxs deyil, rolu göstərir. Bir insan bir neçə aktor rolunda ola bilər. Bir aktor roluna bir neçə insan oynaya bilər. Bu nə deməkdir? Yəni, bu UI-da müştəri də ola bilər, digər şəxslər də ola bilər. Yəni, bu müştəri customer kimi yadınızda saxlamayın. Sadəcə sistemi başladan trigger eləyən bir vasitə kimi yadınızda saxlayın. Yəni, customer bir neçə hissədə ola bilər. Əgər burada onun qarşılıqlı təsiri varsa, yəni bu hissədə biz onu qoya bilərik, burada da qoya bilərik, burada da müxtəlif yerlərdə əgər lazım olsa. Belə. Lifeline-lar nədir? Qarşılıqlı əlaqədə iştirak edən konkret elementi göstərir. Sekvens diaqramda hər obyektin həyat xətti olur. Yuxarıdan aşağı doğru davam edir. Yəni, bunun həyat xətti görürsünüz, yuxarıdan aşağı doğru davam edir. Səhifə açıldı, buradan bura, aktivliyi bura qədər. Ondan sonra bu açıldı, bunun aktivliyi başladı. Belə-belə göstəririk, gedir bu. Activationlar. Activation obyektin aktiv işlədiyi vaxt intervalıdır. Lifeline üzərinə nazik düzbucaqlı ilə göstərir. Başlanğıcı və sonu əməliyyatın icra vaxtını göstərir. Yəni, başlanğıcı və sonu bu əməliyyat icra olunacaq bu başlayana qədər. Call message bir obyektin digər obyektə əməliyyat çağırmasıdır. Yəni, burada var, məsəl üçün call message'imiz burada olmalıydı.
Call message qabaqda da o göstərəcəm. Bu self message'dir. Bir dənə də call message'imiz var. Dəqiqə qrupa. Şu. Bunlar da bizim həmin obyektlərimizin digər obyekti əməliyyata çağırmasıdır. Məsələn, user system create task. Buradadır bu. User ilə sistem arasında create taskdır bu. Create message'dir. Biz mesaj yaratmışıq. Return message cavab mesajdır. Sistem nəticəni geri qaytarır. Məsələn, sistem user success. Sistem user'a qaytarır ki, success. Məsələn, adi bir bankda ödəniş eləyəndə success gəlir, ödənildi. Bu sistemin bizə verdiyi nəticədir. Self message obyektin özünü çağırmasıdır. Eyni lifeline daxilində olur. Burada self message'imiz var. Bir dənə obyektin özünün daxilində olmağıdır. Cavabını özünə verməyidir. Recursive message obyektin özünü təkrar çağırmasıdır. Nested call'dur. Daha dərin proseslər üçün istifadə olunur. Yəni bu bizdə yox idi. Create message yəni yeni obyektin yaradıldığını göstərir. Məsələn, yeni task yaradılır, onu göstərir. Destroy message obyektin silinməsini göstərir. Yəni lifeline bitdi də. Elə ki bu obyekt bitdi uje. Duration message iki zaman nöqtəsi arasındakı müddəti göstərir. Performance və teaming üçün istifadə olunur. Not comment, not əlavə izah üçün istifadə olunur. Texniki məna daşımır, sadəcə açıqlama verir. Qısa yadda saxlamaq üçün deməli aktyor kim istifadə edir, lifeline kim iştirak edir, activation nə vaxt işləyir, message kim kimə nə deyir. Burada bu keçdiklərimiz nəzəridir. Praktikada bunun çoxsunu istifadə eləmirik. Yəni bu mesajların adlarını falan əzbər bilmək məcburiyyətimizdə deyil. Bilsək yaxşı olar. Yadımızda qalmırsa, əsas bu qısa yadda saxlamaqlarla yadınızda qala bilər. Yəni bu intervyuda sizə sual verməyəcəklər ki, sequence diaqramda falan şey nəyə deyilir. Amma bilməlisiniz, çünki çəkəndə istifadə eləyəcəksiniz, anlayışınız olmalıdır. Məsələn, baxın, customer'dır, görürsünüz, göndərdi mesajı, search page-i. Daha sonra və onu da deyim ki, bu sequence diaqramı siz istifadə eləyirsiniz başlanğıc səviyyədə yox. Başlanğıc səviyyədə BPM-dir, flowchartdır, hardasa bu ikisindən kifayətlənir. Artıq siz yüksək səviyyələrə getdikcə, artırdıqca levelinizi də daxildə. Burada sizdən tələb edəcəklər sequence diaqram çəkin. Yəni siz işə girən kimi bunu tələb eləməyəcəklər. Mən bunu sizə deyirəm ki, sizdə olsun. İnşallah işə daxil olandan sonra da yenə özünüzü təkmilləşdirmək istəsəz, bizim kurslara, dərslərə baxın. Yəni bunun üzərindən. Bu elə bir başdan seniora qədər mən bütün hamısını izah eləyirəm. Yəni hal-hazırda mən senioram, nə istifadə edirəmsə onu da deyirəm. Entry level'ı da deyirəm ki, yəni olsun siz də səhər bunu açıb oxuyasınız ki, özünüzü inkişaf elətdirmək üçün. Yəni entry level'də bu lazım olmur. Entry level'də flowchart'da BPM-də bəs eləyir. Deməli, use case-imizə baxaq. Bizdə nədir? Search book-dur. Yəni kitabın, daha doğrusu booking, rezervasiyanın edilməsidir. Search page. Search page-i başlayırıq müştəri axtarış eləməyə. Düzdür? Validate search criteria. Burada özünə cavab qaytarır ki, uyğunluğun yoxlanması, search kriteriyası, axtarış kriteriyasının yoxlanılması. Məsələn, author entered. Buradan search by author, customer'a görə axtarış. Axtarış eləyəndən sonra creator, kataloqu göstərir. Sonra search results göstərir. Bu göstərdiyi hissələrdir. Bu aktivasiyalardır. Ortadakılar da əməliyyatlardır. Yəni bu buradan bura keçmək üçün nə eləməlidir? Buradan bura keçmək üçün nə eləməlidir? Buradan bura keçmək üçün nə eləməlidir? Deyəcəksiniz, niyə belə çoxlu diaqramlar var? Mənasız. Mən buna onu izah eləyəcəm ki, API-ları biz BPM-də API bir-bir yaza bilmərik axı. API-ın kitabdakı göstəriş şəkli, API-ların necə işləməyini göstəriş şəkli bu diaqramdır. Yəni biz API-ı işlətməyini göstərmək üçün BPM-ilə göstərə bilmərik. Ancaq sequence diaqramla göstərə bilərik. Yəni bunun qaydası budur. Daha sonra, deməli, bu isə bu şəkli izah eləyir. Deməli, user API gateway-ə müraciət edir post login. Yəni login post əməliyyatı. Bunu API-lara keçəndə post putdur, delete, getdi, hamısını keçəcəyik. Hələ ki üstdən baxırıq, anlayışımız olsun diaqramlara görə. API gateway-ində authorization servisi, yəni user-ı tanımaq servisini işlədirik. Auth service database-dən gedir, yoxlayır, check credential eləyir. Database qaytarır. Baxın, burada login interface, authentication service database. Bu nədir? Loginin
API-larını başa salmaq üçün istifadə etdiyimiz bir tooldur. Demək istəyirik ki, user sistemə daxil olanda interfeysdə login görünür, user parol. Adam enter credential, kriteriya detalları daxil edir, verify, yoxlanış edilir, gedib database-ə müraciət edir ki, bu adam qeydiyyatda var ya yoxdur. Məsələn, adi biz Google-la hər yerdə Google ID ilə keçirik də, indi çox yerdə bu Google-un belə deyim, funksiyonallığıdır. Yeni bizi işimizi asanlaşdırırdı. Nə qədər əvvəl yazırdıq Google-un user parolunu, keçirdik orada qeydiyyatdan, uzun istoriya olurdu. Sonra bir bank da gətirdi o bir ID-ni. İndi Umiko-ya girəndə də gedir bir bankda yoxlanış eləyir. Hansı ki bu ekosistemin içində olan applər var. Umiko'dur, bir bankdır və yaxud indi tutam Trendyol Azərbaycandır, tutaq ki də. Bunlar hamısı bir ekosistemin içindədirlər. Bunlara bir ID ilə daxil olursan. Bu odur. Gedir ki, check credential database-dən yoxlayır ki, adam var, yoxdur. Varsa təzəsini yaradır, yoxdursa result qaytarır. Authentication success, display success message. Все. Buradan qayıdır. Authentication failed, display error message. Görürsünüz, bu sadədir. Yəni siz də belə bir şey çəkə bilərsiniz. Bundan qabaqçılar mürəkkəb hissələri idi. Bu sadə hissəsidir. Yəni belə səviyyədə çəksəz mənə qane eləyir. Tapşırıqda verəcəm çünki. Görürsünüz, success-i də yazıb, fail-i də yazıb. Sekvens diaqramlardan bu qədər. Qrupa. İndi keçək. Class diaqramları keçdik. Deməli, harada qaldıq biz axırıncı dəfə? Flow chartı dedik. Axırıncı burada qalmışdıq. Gəldik sistem arxitekturası diaqramlar. Bu sonuncu diaqramlardır. Buradan bir tapşırıq olmayacaq. Bu sizin üçün for infodur. Məlumatınız olsun. Bunu bilməyiniz sizə çox şey qatır. Sistemin arxitekturasını öyrənirik burada. Sistem arxitekturasının diaqramı sistemin komponentlərinin necə qurulduğunu və bir-biri ilə necə əlaqədə olduğunu ümumi abstrakt şəkildə göstərilən vizual təsirdir. Abstrakt nədir? Yəni təsəvvürdür. Baxın, biz görürük ki, şkafda içində kitab var da, düzdür? Şkafı görürük, kitabı da görürük, biz ona inanırıq. Amma bəzi şeylər var ki, mən sizə deyirəm API, server, database, sistem arxitekturası. Bu sizdə təsəvvür yoxdur. Gözünüzlə görmürsünüz axı bunu. Necə inanasınız, necə təsəvvür eləyəsiniz ki, bu şey necə baş verdi? İnsan biraz, mən də o çox vaxt bu işi bilməyənə qədər, Talon Universitetdə oxuyana qədər, o mənə çox sıxırdı ki, bu nə deməkdir, bu necə gəlir, buna gəlir, çıxır. Biz bunu abstrakt şəkildə təsəvvür eləyirik. Sistem arxada kodlarla, serverlə, database arxitekturası ilə işləyir. Buna qoşulur DevOps, frontend, backend və s. hamısı qoşulur, vəhdət bir sistem yaranır. Bu sistemi inkişaf işlədir. Yəni bizim gördüyümüz UI sadəcə sistemin bir hissəsidir. Bunun arxasında o qədər kod işləyir ki, adi biz Google-a giririk, nə bilim daxil oluruq. Orada görürsünüz məsələn accept cookies var. O nə üçündür? Bizim hər bir sayta girəndə bizim davranışlarımızı ölçmək üçündür. Yəni görürsünüz xırda nə qədər belə funksionallıqlar var. Bunun hamısı sistemin arxitekturasıdır. Birləşəndə. Yəni bu vizual biz bunu görmürük. Necə serverə getdi, əlindən mi getdi, gətirdi, necə gedib gətirdi də. Ona görə bizə biraz çətinlik baş verir. Bu diaqramlar onun üçündür ki, biz bu diaqrama baxaq, oxuyaq. Arxitektorlar məsələn səhər bir gün təzə tam senior leveldə olacaqsınız da inşallah. Senior leveldə olanda bir yeni sistem quracaqsınız. Sıfırdan bir sistem quracaqsınız. Necə ki sıfırdan bir bank qurulub, sıfırdan Mərkəzi Bankın hökumət ödəniş, daha doğrusu ani ödəniş sistemi qurulub. Bu kart falan hamısı bunun üstündə qurulub da. Sonra nə deyim sizə? Bir marketdir, Trendyoldur. Bunlar hamısı sıfırdan quruldu da. Bu sıfırdan qurmaq üçün sistemin bir arxitekturası olmalıdır. Onu da diaqramla göstərəcəyik biz. Yəni biz ona vizual belə gözünlə gedib göstərə bilmərik də. O ENIAC dövründəki kimi otağı açırsan, otaqda tutalım işləyən maşınlar var. Belə görməyəcəyik biz bunu. Biz ancaq diaqramla biz onu təsəvvürümüzdə yerləşdirəcəyik ki, bu şey necə işləyir.
Deməli, bu diaqram əsas hissələri front-end, back-end servislər, database göstərir. Bu onların funksiyalarını aydın şəkildə izah edir və başa düşməyə kömək eləyir. Sistem arxitekturası diaqramın əsas məqsədi sistemi sadələşdirilmiş formada izah etmək. Yəni adamlar deyəcək ki, hani nə iş görürsüz, nə hardan gələcək bilmirlər axı. CEO-lardır, C-level insanlardır, texniki olmayan insanlardır. Biz bunlara qarşısına da səhər təqdimat eləyəndə C-level'ların qarşısına çıxırıq diaqramlarla, xəritə ilə. Düşünün ki, sizin xəritənizdir də o, dünya xəritənizdir. Səyahət eləmək istəyirsiniz, xəritədə göstərəcəksiniz də yerini, düzdür? Və yaxud deyəcəksiniz ki, mən filan şimal buzlu okeanın tutan cənub şərqinə gedirəm, düzdürmü? Onlarda təsəvvür yaranmayacaq. Map onun üçündür ki, xəritədə göstər, bura, onda o təsəvvür yaranacaq ki, hə, Avropanın tutan filan yerinə gedirik. Başa düşdünüz bunu? Sistem arxitektura diaqramının əsas məqsədi sistemi sadələşdirilmiş formada izah etmək, komponentlər arasındakı münasibətləri göstərmək və ümumi texniki strukturu anlamağı asanlaşdırmaqdır. Bu diaqram vasitəsilə böyük şəkli, big picture görürük. Yəni biz sistemin bir dənə burasında işləyirik, amma bunun böyük bir şəkli var da. Və görürük və orada hansı komponentlər olduğunu görürük. Nəticədə həm texniki komandalar, həm də qeyri-texniki şəxslər, bayaqları dediyim kimi, tribe liderlər, departament direktorları, biznes adamları, yəni bunlar texnikdən başa çıxmayan adamlardır da. Bunlara xəritə ilə göstərir ki, nəyi hardan. Onlarda da təsəvvür formalaşır. Onlar biz desək ki, hə API, o baxacaq ki, nə danışır bu? API nədir? Onlar bilmirlər, bilmək məcburiyyətində də deyirlər. Biz məcburuq ki, onlara izah edək. Çünki biz biznes və IT arasında körpü rolunu oynadıq, düzdürmü? Ona görə biz onlara da xitab eləməliyik. Texniki tərəfə də xitab eləməliyik. Bunu da məplərlə, bizim əsas toolumuz məplərdir, o çəkdiyimiz diaqramlardır. Bizim çəkdiyimiz diaqramlar bizi həmişə 5-0 öndə eləyəcək. Biri var ki, gətirəsiniz Word-də təqdim eləyəsiniz. Sizdən tutam deyiblər ki, get filan şeyi analiz elə. Gəlib Word-də yazıb gətirmək olmur. Əsas xəritə ilə göstəririk adamlara. C-level'ların qarşısına xəritə ilə çıxırıq ki, biz bunu burada bunu dəyişəcəyik. Deməli, client server arxitekturası, müştəri server arxitekturası paylanmış sistem quruluşudur. Yəni biz indi keçirik sistemin arxitekturasının növlərinə və burada işlər iki hissəyə bölünür: client və server. Bu modeldə server resursları və ya xidmətləri təmin edir. Client isə həmin xidmətləri istifadə etmək üçün serverə sorğu göndərir. Yəni client istəyir, server isə cavab verir. Client və server bir-birindən ayrı proqramlardır. Onlar şəbəkə network vasitəsilə bir-birindən əlaqə qururlar. Məsələn, web browser, məsələn Chrome, Safari və s. digər client rolunu oynayır. Web servis isə məlumatı saxlayır və göndərir. Yəni browser, Chrome'dur, Safari'dir, nə bilim digər browserlər, Microsoft Edge və s. Bunlar clientdir. Server isə bizim bu clientda məlumatları saxladığımız yerdir. Siz yazırsınız oxu az, o gedir serverdən gətirir də məlumatı. Məlumatı serverdə saxlayır. Ən sadə nümunə web sistemləridir. İstifadəçi browserdə bir sayt açanda client serveri request göndərir. Server həmin requesti emal edir, nəticəni geri qaytarır. Client və server arxitekturadır bu. Bu arxitektura paylanmış sistemlərdə çox geniş istifadə olunur. Çünki sistem işini bölmək, idarə etmək və genişləndirmək daha asan olur. Deməli, keçirik konseptual arxitektur diaqramlarına. Sistemin yüksək səviyyəli, high level vizual təsviridir və sistemin ümumi quruluşunu, sərhədlərini, xarici sistemlərlə əlaqələrini göstərir. Bu diaqram sistemə yuxarıdan baxış, bird's eye view, yəni yuxarıdan baxırıq sistemə. Rəsm xəttə keçirdik. Məsələn, bir fiqurun hər cürə baxışlarını yazırdıq. Yadınızdadır, işləmisiniz, siz bilmirəm. Biz yazırıq horizontal, sonra yadımdan çıxıb onların adları 4-3 dənə çəkirdik belə ki, fiqurun hər yerdən baxışı. Yəni bu da elədir, sistemə yuxarıdan baxış eləyirik. Əsas məqsəd texniki detallara girmədən sistemin nə olduğunu və kimlərlə necə işlədiyini göstərməkdir. Bu tip diaqram əsasən iki vacib sualı cavablandırır. Sistem nədir? Sistem kimlə əlaqəlidir? Konseptual arxitektur diaqramın əsas məqsədi həm texniki, həm də qeyri-texniki insanlara sistemin ümumi strukturunu və onun xarici dünya ilə əlaqəsini başa salmaqdır. Bu, kompleks sistemləri daha asan izah etmək və kommunikasiyanı gücləndirmək kömək eləyir. Baxın, bir diaqramdır. Görürsünüz, bu nədir? ERP-lərimizdir, external partnerlərimizdir.
kanaldır. User experience, yəni nə ilə daxil olur? Send notification, backend resource. Görürsünüz, bu da data lake'dir, datanın saxlanıldığı yer. Yəni belə diaqramları siz təbii ki də senior level olanda bunu baxacaqsınız. Bunları anlamağa çalışacaqsınız və əgər sizin inşallah ki növbəti addımımız, məsələn məndə elədir. Mənim növbəti hədəfim odur ki, solution architect olum. Və bu da sizi inkişafa aparan yoldur. Siz bu diaqramları işləyə-işləyə, ITB-yə işləyə-işləyə artıq diaqramları öyrənirsiniz, sistemi əlinizin çi kimi bilirsiniz və siz gələcəkdə solution architect olursunuz. Yəni bu işin ən çata biləcəyi peak hədd odur. Təbii ki, CEO falan da ola bilərsiniz inşallah, amma öz təhsil cəhətdən özünüzü inkişaf elətdirib gətirə biləcəyiniz yer odur. Komponent arxitektur diaqramlar nədir? Proqram sistemini daha detallı şəkildə göstərən diaqramdır. Bu diaqram sistemin içini parçalara bölərək hər bir hissəni komponent və ya modular ayrıca göstərir və onların bir-biri ilə necə işlədiyini izah edir. Hər bir komponent müstəqil bir vahid kimi təqdim olunur və onun daxili strukturu, interfeysləri, API-ləri yəni və digər komponentlərlə əlaqəsini göstərir. Bu komponentlər bir-biri ilə əlaqə quraraq sistemin ümumi funksionallığını təmin edir. Komponent arxitektur diaqramı əsasən göstərir ki, hər bir komponent nə iş görür, hansı məsuliyyətə malikdir və digər komponentlərlə necə ünsiyyət qurur. Siz kameranı açmamısınız, mənə dinləyirsiniz də, ümidvaram. Buradasınız? Bəli. Başa düşürsünüz dediklərimi? Bəli, başa düşürəm. Başa düşürəm. Orxan bəy siz? Bəli. Nəsə elə bildim ki, yatırsınız. Elə bir his gəldi mənə. Davam eləyək. Deməli, bu komponentlər müxtəlif formalarda ola bilər. Servislər, alt sistemlər, libraries, yəni kitabxanalar və ya siniflər, klasslar. Kitabxana, klass bu sözləri çox tez-tez işlədəcəksiniz. Mən sizə belə life hack kimi kiçik-kiçik bilməniz lazım deyil. Sadəcə olaraq bu sizi belə bahalı göstərir də. Developerlə danışanda ki, hansını deyirsən, library-dən götürəcəksən falan şeyi məsəl üçün. Bunu desəz deyəcəklər, bunun başı çıxır sistemdən. Biz də elə olmalıyıq ki, həm texniki dili bilməliyik, həm də biznes dilini bilməliyik. Bu da zamanla olan bir şeydir. İşlədikcə alışacaqsınız buna, bu sözlərə, bu terminlərə, qulağınıza yatacaq şey. Deməli, məqsəd nədir? Komponent arxitektur diaqramının əsas məqsədi daha kiçik hissələrə bölərək hər bir komponentin məsuliyyətini aydınlaşdırmaqdır. Bu sistemin necə işlədiyini daha yaxşı başa düşməyə kömək edir və developerlər üçün ümumi implementasiya yol xəritəsini oynayır. Bu diaqram hər komponentin nə etdiyini göstərir, komponentlərin necə əlaqə qurduğunu izah edir, hansı API və ya kommunikasiya üsullarının istifadə olunacağını müəyyən edir, sistemin necə qurulacağını planlaşdırmağa kömək edir. Bunu çəkmək sizin məsuliyyətinizdə deyil. Arxitektur diaqramlar biz çəkməli deyilik. Texnik lider olur komandada. Texnik çəkir, biz onu oxuyub başa düşməliyik. İzah eləməlidir o bizə. Biz də bəzi terminləri bilməliyik ki, onu başa düşək. Yəni bunu oxuyub başa düşməyiniz kifayət eləyir. Yəni əzbərləməyə, nəyisə şey eləməyə ehtiyac yoxdur. Baxın, görürsünüz, detallı göstərib. Deyir, admin girir, admin gateway-dən gəlir API-yə. Bunları keçəcəyik API arxitekturasında ki, API-lar necə işləyir, gateway nədir, nə hardan gəlir, nə sorğu, hara göndərilir, hamısını keçəcəyik. Prosta baxırıq indi. Deməli, katalog bu interaction'ımızdır, storefrontumuzdur, browserimizdir, React-dır. React-da frontun yazdığı bir, belə deyim, dil kimidir də, elə bil React-da yazıram, tez-tez işləyəcəksiniz bunu, onlar öz aralarında belə danışırlar. Customer dediyimiz, yəni sorğu göndərənlər, müştəri deyil də bu. Bu başqa insanlar da ola bilər. Checkout-umuz. Yəni burada artıq servisə müraciət edilir. Görürsüz, database şəkli çəkib. API müraciət edir, database-dən gətirir sorğunu, geri qaytarır ki, sən məndən bunu istəmişdin, getdim, baxdım mağazaya, bunu tapdım, ala gətirdim sənə bunu. Bax, API belə işləyir. Cloud-dur. Cloud da nədir? Kodların saxlanıldığı yer. Məsəl üçün, biz indi AI-ya ümumi
Paşatek AI-ın komponentlərini bir cloudda saxlayır. Bu gizli koddur. Heç kimdən paylaşıla bilməz. Hər adamın bu aksesi yoxdur. Çünki o həmin o holdinqə məxsusdur. Onun özünün AI-nın modeli var. O AI ilə danışır, AI kodluyur, modellər yüklüyür, data scientistlər. O AI-ın cloudda saxlayır kodlarını. Kodları saxlamaq üçündür. Gəlin deployment architecture diaqramlar baxaq. Deployment nədir? Deploy etmək, kodu deploy etmək. Kod bir mühitdən digər mühitə daşınır. Yəni kodu birinci developerlər test mühitində yazılır. Düzdür, bizdə 4 mühit var. QA test, test QA pre-prod. İndi bu müxtəlif şirkətlərdə müxtəlif cürdür də. Test mühitinə gətirir, sonra gətirir pre-prod mühitinə. Orada da testi axırda proda çıxardır. Bu deploymentin səviyyələridir, keçdiyi mühitlərdir. Kodu birdən-birə məsələn push eləmirlər də. Tutan biz durduğumuz yerdə bir bankda yenilik olmur. O yenilik ora gələnə qədər 1000 dənə həyat yolu keçir. Testlər olunur, baqlar tapılır, təzədən baqlar fix olunur, təzədən keçirlər o biri mühitə. Testlər olunur, axırda əmin olanda artıq deployment eləyirlər. Bu deploymentin niyə lazımdır? Arxitektur diaqramı. Bu DevOps-la proqramistlər, developerlər arasında belə deyim, razılaşmaya görədir ki, bu buradan keçəcək məsəl üçün. Sistemin komponentləri budur. DevOps da ona baxmalıdır, yəni öz işini bilməlidir ona görə. Deployment arxitekturası diaqramları sistemin real mühitdə, production test cloud necə yerləşdiyini və komponentlərin hansı serverlərdə, cihazlarda, infrastrukturlarda işlədiyini göstərən diaqramdır. Bu diaqram sistemin fiziki yerləşməsini təsvir edir. Yəni komponentlərin kod səviyyəsində necə işləməsindən çox, onların harda işlədiyi və necə deploy olunduğunu göstərir. Məsələn, frontend hansı serverdə yerləşir, backend hansı serverdə işləyir, database hansı storage və cloud xidmətində saxlanılır. Bunların hamısı deployment architecture diagramda göstərilir. Məqsəd nədir? Real infrastrukturu göstərir, sistemin necə işlədiyini deyil, harda işlədiyini göstərir. Sistem komponentlərinin fiziki yerləşməsini göstərir, serverlər, cloud xidmətləri və cihazlar arasındakı əlaqəni izah edir, deployment prosesini planlamağa kömək edir. Deməli, DevOps və infrastruktur komandası üçün əsas sənəddir bu. Bunların arasında olur. Web serverləri göstərir, application serverləri göstərir, database serverləri, load balancer, cloud service, CI/CD pipeline nəticəsində deploy olunmuş mühitlər. Yəni bunları yaxşı öyrənin. Yəni bu sözlər yadınızda qalsın. Səhər product owner olsaz, project manager olsaz, siz səhər texniki görüşə salanda siz belə baxıb şey olmayacaqsınız da, təəccüblənməyəcəksiniz ki, bu nə terminlərdir. Biləcəksiniz, bu sizi çox peşəkar göstərəcək. Məsələn, e-commerce sistemi. E-commerce nədir? Bu post terminaldır və s. hamısı bu e-commerce'in içindədir də. Frontendlər AWS, Amazon Web Servislər plus CloudFront. Backend Amazon Web Servislər EC2 serveri. Database Amazon Web Servislər RDC. Məsələn, bunlar notification servis, ayrı mikroservis server. Kod serverdə yerləşir. Database'in serverə aidiyyatı yoxdur. Serveri bir dəfəlik yadınızda saxlayın ki, kodlar serverdə yerləşir. Database isə ayrıca cədvəllər toplusudur. Məlumatın saxlandığı yerdir database. API gedir database'dən sorğuluyur, məlumatı gətirir, frontda göstərir. Yəni server kod, backend də server. Belə yadınızda saxlayın. İndi bunu gələn dərsimizdə detallı keçəcəyik. Deməli, bunların hamısı diaqramda ayrı bloklar kimi göstərilir və aralarında əlaqələr oxlarla bağlanılır. Deployment architecture diagram sistemin harda işlədiyini göstərir, server və infrastrukturu təsvir edir, real mühitdə yerləşdirməni, deploymenti izah edir, DevOps və sistem idarə etməsi üçün əsasdır. Bura qədər başa düşdünüz? Bəli. Sual var, sual. Orxan bəy. Xeyr, yoxdur. Xeyr. Deməli, bu da bir diaqram formasıdır. Yəni, bunu əzbərləməyinizə ehtiyac yoxdur. Baxın, gözünüz alışsın, görsün ki, yəni necə işləyir. Bunu DevOps-a verirlər ki, bizim sistemimiz belə işləyir, deploymentlərimizi belə çıxart. Yəni, görün, gözünüz alışsın. İndi keçirik ən mühüm yerə. İntervyuda verilən sualdır. Bunu əzbərləmək lazımdır. Mikroservislər və monolitlər.
Deməli, mikroservis arxitektura sizə sual verəcəklər. Mikroservislə monolitin fərqi nədir? Bu sual verəcəklər. Bunu hər yerdə veriblər. Milyon dəfə şeydə olmuşam, intervyuda. Hamısında da veriblər bu sualı. Mikroservis arxitekturası tətbiqin böyük və tək bir sistem olmaq əvəzinə, yəni monolit olmaq əvəzinə müstəqil və bir-biri ilə əlaqə quran xidmətlərə servis bölündüyü arxitektura modelidir. Hər bir mikroservis müəyyən bir biznes funksiyasına cavabdeh olur və ayrıca inkişaf etdirilə, deploy edilə və scale oluna bilir. Bu xidmətlər bir-biri ilə şəbəkə üzərindən əsasən API-lar vasitəsilə kommunikasiya qurur. Mikroservislər müxtəlif proqramlaşdırma dilləri və frameworklərlə yazıla bilər. Framework şeydir, yəni Java-da yazılır, nə bilim C#-da, .NET-də və s. Hər bir servis sanki kiçik bir tətbiq kimi işləyir və öz funksiyasını müstəqil şəkildə yerinə yetirir. Baxın, bax bunlar mikroservislərimizdir bizim. Balaca bir neçə dənə servislər var. Sistemi daşıyır üstündə. Elə bilin ki, sütunlardır. Romada var ya, nə idi o binanın adı? Elə bil ki, sütunlarda üstündə saxlayıb sistemi. Sütunlar mikroservislərimizdir. Mobile appimizin üzərində olan servislər, web appimizin üzərində olan mikroservislərimiz. Bax, account servis, inventory servis, shipping servis. Hər bir şeyin ayrı-ayrı servisləri yazmışıq ki, fronta app vasitəsilə cavab verək. Account DB, inventory DB, shipping DB, API DB. Bu ikisi vəhdətdir. Server backend kodları saxladığımız yerdir. Bunu yadınızda saxlayın. Sual verə bilərlər intervyuda. Məsələn, e-commerce sistemindən nümunə verək. Məsələn, Amazon kimi bir platformada, Amazon var ya, alış-veriş etdiyimiz yer. User service istifadəçilər, product service məhsullar, kart servis səbət, payment service ödəniş, order servis sifarişlər hər biri ayrı işləyir, amma birlikdə sistemi yaradır. Yəni bu çökəndə, bunlar çökmür. Down olur da sistem. Nəsə işləmir, qaldır, applicationlar down olur. Tez-tezcə eşidəcəksiniz bu sistemi, bu termini. Down olanda bunlar da down olmur, up olur. Yəni işlək olurlar. Təkcə tutam səbət atmaq işləmir. Mikroservis arxitekturasına istifadəçi requesti göndərir, request uyğun servisə yönəldir, həmin servis öz işini görür, lazım olsa digər servislərlə API vasitəsilə danışır, nəticə istifadəçiyə qaytarılır. Deməli, real dünyada, baxın, Amazon monolitdən mikroservisə keçib. Deyib ki, hər funksiyam ayrı olsun, mənim daha təkmil olsun funksiyam. Netflix streaming xidmətindən yüksək performans və stabil işləmə üçün mikroservisdən istifadə edir. Deməli, hansı yaxşıdır? Mikroservis. Banking, fintech sahələrində, account servisləri, transaction servisləri, fraud detection servisləri təhlükəsiz və stabil işləmək üçün ayrı-ayrı minik servislərdə yazılıb. Social media, məsələn, feed, chat, notification profile-da hamısı mikroservis arxitekturasının üstündə qurulub. Əsas xüsusiyyətləri hər servis müstəqildir, ayrı deploy olunur, ayrı scale edilir, API ilə əlaqə qurur, fərqli texnologiyalarla yazıla bilər. Yəni, birini başqa texnologiyada yazıb, o birisini başqa texnologiyada yaza bilərik. Böyük sistemi kiçik xidmətlərə bölür, hər servis öz işini görür, servislər API ilə danışır, daha çevik və scalable olur sistem. Gəlin baxaq, monolitik arxitekturadır nədir? Monolitik arxitektura tətbiqin böyük hissələrini, front-end, business logic, database, access və s. bir yerdə tək bir sistem kimi qurulduğu arxitektura modelidir. Bu yanaşmada bütün komponentlər eyni kod bazasında olur, birlikdə inkişaf etdirilir, birlikdə deploy olur. Yəni, nə deməkdir bu? 5 nəfər bir dənə yerdə işləyir. Hərəsinin ayrı-ayrı işləri var. Gərək bunlar hamısı bir yerdə prod mühitə çıxsınlar. Biri çıxıb o biri qala bilməz. Çünki bir dənə yerdədir. Başqa mikroservislərdə işləmirlər. Yəni sistem parçaları bölünmür. Hamısı bütöv bir tətbiq kimi işləyir. Deməli, user request göndərir. Sistem daxilində bütün proseslər eyni tətbiqdə icra olunur. UI, backend, database, access hamısı birlikdə işləyir. Nəticə geri qaytarılır. E-commerce'dən nümunə veririk. Bir tətbiq düşünün ki, product kataloqu var, user accountu var, kart var, payment var, order var. Bunların hamısı eyni tətbiqin içindədir, ayrı-ayrı servis deyil. Üstünlüyü nədir? Sadə quruluşdur, asan başlanğıcdır, deploy eləmək rahatdır, kiçik layihələr üçün uyğundur.
Yaxşı, çətinliyi nədir? Böyüdükcə idarə eləmək çətinləşir. Bir hissədə dəyişiklik edəndə bütün sistemin altı dəyir. Scale etmək çətindir. Komanda paralel işləyəndə konfliktlər artır. Mikroservislə fərqi nədir? Monolitik bir böyük sistemdir. Mikroservis çox kiçik müstəqil sistemlərdir. Bunları intervyuda soruşacaqlar. Bir dənə sual olacaq. Deyəcək monolitlə mikroservisin fərqi nədir? Bunları yadınızda saxlayın. Kiçik-kiçik, yəni yadınızda düşən hissələrini deyin. Yəni hansı sözdə 3 dənə, 4 dənə sözdə desəz, yəni siz keçmiş sayılırsınız sualı. Monolitik nədir? Tək tətbiq, hamısı bir yerdə, sadə başlanğıc böyüdükcə çətinləşir. Görürsünüz, hamısı bir yerdədir. Bir dənə yerdən gedir, müraciət eləyir. Clientlardır, sorğu göndərilir, load balancerdan keçir və bir yerdən sorğu göndərilir. Mənim sizə bugünlük diaqramlardan deyəcəklərim bu qədər. Gəlin sizə tapşırığı izah eləyim mən. Ki, mən tapşırıq vermişəm. Bunu işləməlisiniz. Niyə görmürəm mən? Hər aça bilər özündə tapşırığı. Açın, bir dənə tapşırığa baxın. Hə, açdım. Deməli, belə. Giririk, bu yazdığım burada mənim qoy. Açmışsınız hamınız tapşırığı. Mən eşidirsiniz. Mən indi girirəm, açacağım. Orxan bəy açırsınız. Bəli, açsın. Amma o Bu da siz. 8-ci dərsdə yerləşdirmisiniz bunu? Hə, dünən yerləşdirmişəm. Ki, bugün başa salmışsınız, heç sonuç deyə bilərsiniz. Aylıq imtahan olandı. Aylıq deyil bu. Bu indi BPM-in diaqramın tapşırığıdır. Aylıq imtahan 60 dənə sualdır. Onu WhatsApp-da göndərmişəm, amma bazar gün mənim yanımda işləyəcəksiniz. Yəni çıxanda səhifədən ChatGPT-yə falan girəndə skrin eləyir, mənə göndərir də hamısını. Səhifədən çıxan kimi göndərir, o link elə işləyir. Şey deyirəm. Bunda ChatGPT-dən istifadə edə bilərsiniz. Yəni bu araşdırmadır, bu da olar. Testdə amma girsə skrin eləyib göndərir mənə. Yəni nə bilirsinizsə onu yazın da, ehtiyac yoxdur. Görək hansı konularda axsaqlıqlar var. Girdiniz tapşırığa. Deməli, orada belə bir link var. Linki daxil olanda bu açılır. Buradan baxırsınız mənim əlimə. Görürsünüz Orxan bəy? Bəli. Hə, create basıram. Create basıram. Create-də çıxır bunlar. Mən buradan page seçirəm. Mənə ağ vərəq açılır. Title qoyuram page'imə. Proyektim nədir? Hara getdi tapşırıq? Hə. Proyektim online food delivery sistemdir. Kopyalayıram, gəlirəm bura. Bu Confluence-dir. Fintech layihələrində Confluence-da işləyəcəksiniz. Çətin bir şey deyil. Word kimidir, Word-ün daha belə təkmil versiyasıdır. Confluence-da işləyəcəksiniz, dokumentasiyalarınızı yazacaqsınız. Bu böyükdür də. Jirada kiçik tapşırıqları yazırsınız və izləyə bilirsiniz. Burada isə dokumentlərinizi yazırsınız. Məsələn, yazdınız bura belə. Tamam, burada əlavə eləmək istəsiniz, nəsə üstə gəlindən basırsınız. Database-dir, koddur. Ondan sonra burada flowchart da olmalıdır. Olmasa harda işi flowchart Commanda BPM-də eləyirsinizsə, eləyib bura screen əlavə eləyə bilərsiniz. Buradan üstə gəl var məsəl üçün. Diaqram var məsələn. Görürsünüz, özü yönəltdi. Özünün diaqram əpi var. Yəni buradan istədiyiniz diaqramı çəkə bilərsiniz. Özü də ikonları verir. Buradan da plusda hər şey çıxır. Yəni burada ucu yaza bilirsiniz, çəkə bilirsiniz. Məsələn, get detail yazırsınız hamısını. Yəni indiyə qədər keçdiyim dərslərdən hamısı var burada. Diaqram bura gəldi. Gördünüz, düşdü bura. Ondan sonra buranı belə keçirik, düşürük alta. Tam bura yazırıq non-functional. Non-functional tələblərim nələrdir? Functional tələblərim nələrdir? Bax belə yazırıq. Functional məsəl üçün.
Belə yazırıq. Sonra burada ERC-lər var. ERC diaqramları bir hansısa bir appdə çəkib ERC diaqramı bura qoya bilərsiniz. Draw.io-dan istifadə edə bilərsiniz ERC diaqramlar üçün. Yəni bu dokumenti doldurursunuz. Bu altı bazar işləyə bilsəz, bu altı bazar gətirəsiniz, işləyə bilməsəz gələn altı bazar onsuz da təhvil verməliyik. Əgər bu altı bazara çatdırmayacaqsınızsa, bu altı bazar praktiki dərs salmayaq. Okay. Məndə alınmır onsuz da. Düzdür, Bakıda olacam, amma alınmayacaq. Onda bu həftəlik praktiki dərsimizi salırıq gələn həftəyə. Həm testi verərsiniz, həm də bunu verərsiniz. Tamam. Okay. Başqa buradan sualınız var, tapşırığın necə işləyəcəyinizə dair. İndi mənə deyin bir-bir ki, kimin hansı tapşırığı işləyəcək. Buradan mən qrupda yazın, bir-birinizin tapşırığını götürməyəsiniz. Mən girə bilmədim. Bir dənə siz zəhmət